Tövhiddən danışırsan, deyirsən Allah şərik qoşma. Övliyaları, ölüləri, seyyidləri, filankəsləri, imamları çağırma. Yalnız Allaha dua et, Allaha çağır. Görürsən qəlbə nifrətlə bürünür. Sənə nə deyir? Bu Vahabidir, təzə şey gətirib. Bunlar övliyaları sevmirlər, imamları sevmirlər. Subhanallah. Biz nə deyirik ki? Deyirik ki, tək Allaha dua elə də. Allah Taala səni eşidirsə, səni görürsə, sənin halından xəbərdardırsa, başqalarına ehtiyacın varmı qardaşım? Varmı başqalarına ehtiyac? Yoxdur. Tövhidi bilmir ona görə. Tövhid nədir? Başa düşməyib ona görə vallahi. Ona görə Allah da nədir onlar haqqında? Allahdan başqası anıldığı zaman sən onların qəlblərini nifrətlə büründüyünü görərsən. Lakin o zaman ki Allahdan qeyriləri xatırlandı, zikr olundu, onlar buna sevinərlər. Deyir ki, ya Əli, deyirsən qardaş, ya Allah denən, qəlbi nifrətlə bürünər. Amma Allahla yanaşıb başqasını çağırsın, ya Allah, ya Hüseyin, ya filan kəs, elə sevinəcək, buna sevinirlər. Deyirsən başqasını çağırma, övliyaları, o bəzi sufilərdə var, sənə qəzəblə baxacaq, düşmən gözü ilə. Ey Adəm övladı, tövbədə həyata keçir. Xalis bir qəlblə la ilahə illallah deyir. Burada Allahdan başqası olmamalıdır.